Bismillahirrahmanirrahim. Assalamu aleyküm. Hər vaxtınız xeyir. Bu video 3-cü gün çəkilir, amma cümə günü inşallah təqdim edəcəyik. Bu vəsaitləri niyə almışıq, nəyə lazım olacaq? Burada ladin var, Lübnani zəkərdir, yəni İslamdakı adı zəfəran var, mixək var, qərənfil də deyirlər və gül suyu. Bunlar bizə nə üçün lazım olacaq? Bunun mürəkkəbini əvvəlcədən hazırlanmalısan, daha sonra cümə günü etməlisən. Deməli, qadın və ərinin arasını düzəltmək üçün Lübnani zəkəri əzib, toz kimi et. Bunun içinə qərənfil, gül suyu, zəfəran qatıb, bir gün gözlədikdən sonra suyunu süzüb alarsan. Lübnani zəkər nədir? Baxın, budur. Bizdə ladin deyirlər. Türklərdə Lübnani zəkər deyirlər. Kilsədən alırıq biz. Amma kilsə İslamdan götürüb bunu, xristiyanlar. Xristiyanların ləvazimatı deyil o. Lübnani zəkər bildiyiniz iynə yarpaqlı şam ağaclarıdır. Lübnan deyir Türkiyə. Livanın bayrağında görmüsünüz, biz yolka deyirik. Şam ağacının rəsmi var. Həmən o ağaca Lübnan ağacı deyirlər Türklərdə. O ağacdan alınır bu. Sadəcə indi Slavyanlarda, Rusiyada, soyuq torpaqlarda da bu ağaclar çoxdur. Onlarda çox dəb alıb bu ladindən. Onlar ladin deyir, bizdə də ladin deyirik. Bundan istifadə etmək. Ladini niyə edirsiniz? Götürəndə gözəl rəqəm götürün. 1-2 dənə götürüb atmayla deyil. 7 dənə götürün. Müxəyi də, qərənfili də 7 dənə götürün. Götürürsünüz 7 dənə ladini, həvəngdəstə varsa evinizdə, kimdə kofemolka yoxdursa, kofemolkada etməyə də bilər. Həvəngdəstə lap yaxşı. Bu içində əzirsən ədviyyatı. Onun içində əzib toz halına salırsınız. Kofemolka varsa canınız daha rahat. Atdın kofemolkaya, onu toz halına saldı, onu tökürsünüz. Deməli bir qabın içinə bunun tozun. Üzərinə zəfəran. 7 dənə müxəy. Müxəyə diqqət edin, başları yerində olsun, düşməz. Və gül suyu. Gül suyu əlavə edərkən təmiz içməli gül suyu əlavə edin, texniki yox. Və gül suyu əlavə edirsiniz, bir gün gözlədirsiniz. Mən indi 2 gün gözlədirəm bunu. Bugün 3-cü gündür, cümə günü yazılacaq bu. Mən bir gün əvvəldən edirəm. Yəni onun bir ziyanı yoxdur. Ardını oxuyaq. Sonra suyunu süzüb alırsan. Bu mürəkkəb ilə bunlar hamısı bir yerdə gözləyəndən sonra suyun süzün o ləvazimatları ayırın mürəkkəbdən. Bir yerdə işlətməyin. Bu mürəkkəb ilə qadın və ərin arasını düzəltmək üçün cümə günü minbərə çıxıb oturduqdan sonra, yəni məscidin axundu, müəzzin azanı verən, azan oxumağa başlayınca həmən bir kağıza bunları yazıb küs olan, yəni küsülü olan qadın və ərin yastığına qoy. Yüzlərcə dəfə təcrübə edilmişdir və yaxud da cümə günü günəş doğarkən yazılır. Yəni cümə günün azanında, cümə namazının azanında yazılır. Həmən vaxtı namazda olacaqsansa, səhər sübh tezdən də fəcr zamanı yaza bilərsən, yəni gün doğan. Burada ad yerləri var, indi anlayış olanlar görür. Burada qadın və ərin adları istifadə edilir. Mən özüm də təcrübə eləmişəm, çox səmərəli bir duadır. Bu duanı skrin edin, götürün, yazılacaq olan budur. Yazılan da nə vəsaitlə yazılır, sizə təqdim etdik. İnşallah bunu hazırlayırıq, cümə günü sübh tezdən bunu yazacağıq, sizə də videonun ardı olaraq təqdim edəcəyik. 7 ədəd ladini kofemolkaya atırıq, indi əzib qarışdıracağıq, sizə çəkib göstərəcəyik. Ladinlərimizi əzirik, toz halına salana qədər. Artıq ladinimiz təmiz toz halına düşdü. İndi istifadə edək. Bismillahirrahmanirrahim. İlk öncə zəfəranımızı tökürük. Təmiz zəfəran olmalıdır. Təmiz zəfərandan dərman tanı gəlir. Təmiz zəfəran işlədim. Ondan başqa.
Sonra müxəyyimizi, yəni qərənfili tökürük içinə. Bismillahirrahmanirrahim. Ondan sonra gül suyumuzu əlavə edirik. Əlavə edəndən sonra nə edirik dostum? Gördüyünüz kimi ladin tozumuzu bunun üzərinə səpirik. Ya Allah, bismillahirrahmanirrahim. Allah özü səbəb salsın. Allah. Vəssalam. Bunu indi ən azı bir gün gözləməliyik bunu. Mən çox da saxlasaz olar. Yayda saxlamayın, havalar isti olanda qıcıqırır. Havalar sərindir, bir neçə gündə saxlaya bilərsiniz. Mən hər ehtiyac üçün, mən məsəl üçün bu duanı yazanda 2 gün saxlayıram. O təmiz, ləzzətli çıxsın. Zəfəranın rəngi, müxəyin rəngi, hər biri. Bismillah. Əssalamu aleyküm. Cüməniz mübarək olsun. Artıq cümə günüdür. Mürəkkəbimiz hazırdır. Bu vəziyyətə gəlib artıq 2 gündür qalır. Bir gün kifayətdir. Amma 2 gün tam bunu saxlamışıq. İndi aptekdən alınan təmiz marli istifadə edə bilərsiniz. Evdə də marli varsa istifadə edə bilərsiniz. Yetər ki, təmiz olsun, pak olsun. Bismillah. Bunu süzə indi. Biraz kameranı belə tutun. Ya Allah. Buradan bir damcı nəsə çıxar. Vəssalam. Yəni çox bir şey gözləməyin. Zəfəran canına çəkir. Zəfəranı bu şəkildə sıxıb canına çəkdiyində çıxarda bilərsiniz. Yəni orada bir problem yoxdur. Oradan da onsuz da nəsə çıxmır ki. Gördüyünüz kimi. Nəsə bir şey çıxmadı. Aldığımız mürəkkəb budur. Bu qədər, o qədər nələrsə qatdıq, alınan mürəkkəb budur. İndi başlayaq duanı yazmağa, inşallah onu da sizə çəkib göstərək. Mürəkkəbimizi yoxlayırıq. Sizin üçün də çəkim paylaşım, necə çıxdığını. Çox gözəl çıxıb, mən yoxlamışam, rəngi mükəmməl. Nə adı yazaq məsələn? Tahir. Çox gözəl çıxıb. Əladır. Başlayaq, bismillah eləyək, duamızı yazaq. Başladıq yazmağa, ad yerinə çatmışıq. Artıq bundan sonrasını təbii ki, təqdim edə bilməyəcəm. Burada ərəbcə oxuyanlar bilir. Filan bin filan, filan kəslə filan və filan. Ərlərin, arvadın adı yazılır. Burada da həmçinin birinin adı yazılır. Ərgəniz, bu ad yazılan yerlərdə adlarınız yazılacaq. Duanı oxuyanlar, oxuya bilənlər bilir özü hara yazılır. Oxuyub yaza bilməyənlər, onsuz da kimdənsə xahiş eləsin, qohumda, qonşuda kimsə varsa, onlar yazsın, bilən bir adam. Çünki burada adları yerini səhv sala bilərsiniz. Qaydası da burada yazılıb, haçan yazılır, necə yazılır. Dəfələrlə oxuyun ki, düz edəsiniz, nəyə qatacaqsınız, necə hazırlayacaqsınız, mürəkkəbi, o haqda da məlumat verdi. İnşallah xeyirlərə vəsilə olar, ailələr arasında mehribançılıq olar, heç kimin ailəsinin Allah dağıtmasın inşallah, cəmi ailələri Allah xoşbəxt eləsin inşallah. Pəki, bir yararlı bir video olsun, kimisə köməyinə çatacaq bir dua olsun inşallah Allahın izni ilə. Sağ olun, Allah əmanət olun.